Doktor, deyək ki, pasiyentin önündə daş var və pasiyent səhnəkarlıq edir də, nə əməliyyata gedir, hətta müayinəyə getmir belə. Nəticə nə ola bilər? Öz hissəsində daş aşkar olunursa, xəstənin yaşı 75-in altındadırsa və daş ağrı verməsi önəmli deyil, daşın aşkar olunması yetərlidir ki, həmin xəstəyə laparoskopik xoleostektomiya əməliyyatını icra edəsən. Bu, dünyada qəbul olunmuş bir qızıl standartdır. Əgər xəstə əsasən də bəzi insanlar buna lal daş adı geyindirərək Ümumiyyətlə var elə lal daş, belə bir alınan var tibbdə. tibbi termin yoxdur. Bu insanların özlərinə bəraət qazandırmaqları və əsaslandıraraq ki, bu daş mənə ağrı vermirsə, niyə əməliyyat olunmalıyam? Özlərinə bəraət qazandırırlar, sadəcə vaxt udurlar. Amma o lal daş dedikləri daş mütləq və mütləq o xəstələrdə müəyyən əlamətlər verməkdədir. Sadəcə yalnız və yalnız bir əlamət ki, var, ağrı, o kəskin ağrını vermədiyi üçün buna lal daş deyirlər. Amma əgər xəstə zamanında öz hissəsində olan daşa görə əməliyyat olunmazsa, bax bu xəstəmizdə olduğu kimi, xəstə bizə dünənləri axşam saatlarında müraciət edib və kəskin pristup şəklində xəstədə artıq 7 gündür ki, ağrı davam edir və sonuncu gündə ağrı şiddətlənərək dözülməz hala gəldikdə məcburi şəkildə həkimə müraciət edir rayonların birində və sağ olsun oradakı həkimlər prosesi doğru dəyərləndirərək onu yenə də bizim üzərimizə göndərdilər. Biz həmin xəstəyə laparoskopik olaraq öd hissəsindən daşı və öd yollarına düşmüş daşı deməli öd yollarından çıxartdıq. Yəni o şiddətli ağrının səbəbi daşın öd yoluna düşməsidir. Daşın öd yollarını bəli pərçim olunaraq öd yollarının qapanması, xəstədə kəskin sarılıq əlamətləri, pristuplarla, qusma və sair kimi əlamətlərlə dözülməz şiddətli ağrı olur həmin xəstələrdə və məcbur olurlar ki, həkimə müraciət etsinlər. Və bu xəstə illərdir ki, öd hissəsində daşın olduğunu bilir. Hətta həmkarlarımdan biri özünün yoldaşının deməsinə görə bir neçə il bundan öncə bu xəstəyə tövsiyə etmişdir ki, öd hissənizdən əməliyyat olunarsınız. Xəstə isə türkə çarələrlə məşğul olan ara həkimi dediyimiz bu həkimlik arasında işi ilə məşğul olan insanlara müraciət edib və onlar da hər hansısa bir otlarla və s. bunu yubadıblar. Və yubatmanın nəticəsi bugünkü günümüzdə həmin xəstə dünən gecə saatlarında əməliyyat olundu.